20-ci sahədəyik, Bakıdayıq. 2 dənə çənimiz, gördüyünüz kimi, biri köhnə çəndir, biri yeni çəndir. Bu dəfə üçümüzük, bir qardaş da bizə qoşulub. Taxta işinə baxır, pilləkən işinə baxır, Vasif usta professional, öz işinin professionalı. 20-ci sahəyə yollanırıq, Sumqayıtdan gəlirik, Qurd Dərəsi bağlarından. Köhnə çən bizi gözləyir. Bu çəni buradan çıxartmaq üçün qapı çox balacadır. Gördüyünüz bu hissə tamamilə sökülüb çıxmalıdır. Vasif usta bu işi görəcək bu günləri, taxta işinin professionalı. Və işinə başlayır Vasif usta. Allahın izni ilə pəncərə ustası da gəlir. Pəncərəni çıxardırıq, şüşəni çıxardırıq. Artıq şüşə hazırdır və ondan sonra çənimizi salmağı düşünürük. Bu köhnə çənin içində olan vəziyyətdir. Bir balaca suyun tərkibində gələn lil dibə çöküb, qalan isə idealdır. Yeri gəlmişkən bu çəni, 1 tonluq çəni ikinci əl kimi satılır. Bu arada yeni çənimiz də gəlir. Qardaş, sizin çəniniz gəlib, 1 ton 700 litrlik yeni çənimiz gəlib və onu düşürürük maşından, ayaqlarından ayırıb, çəni ayrı, ayaqlarını ayrı bu pəncərədən içəri daxil eləyəcəyik. Bu arada qonşular yaxınlaşırlar, hamı soruşur, hamı maraqlanır. Bu əminin xüsusilə xoşuna gəlib. Deyir, gördüyünüz işlər çox səliqəlidir. Davam edirik. Gördüyünüz kimi ayaqları ayırmışıq çənimizdən. Çəni ayrıca qaldıracağıq və çəni qaldırıb pəncərədən içəri salırıq. Evdə olan bu şirk əlamətlərini batil edirik Allahın izni ilə. Bu süpürgələr xüsusilə də heç bir xeyir verə bilməz. Allahın izni olmadan Allah əgər bir insana yaxşılıq etmək istəsə, onun qabağını heç kim kəsə bilməz. Bu cür ayətləri öyrənmək lazımdır. İşimizə davam edirik. Allahümme barik. Artıq yeni çənimizi içəri salmışıq. Vasif usta həmin bu afşıpqaları, gözəl taxta işlərini geri yerinə yığır. Biz də çənimizi artıq quraşdırmışıq, zəmanətini vermişik, xətləri çəkilib.